ərazidə təhlükəli insanlar gəzirlər və gedib qapıları, bacaları hamısını başlayırlar sökməyə. Budur vəziyyət, qorxulu. Biz təhlükəli bir vəziyyətdə yaşayırıq. Bizə mənşəyi məlum olmayan bir komissiya gəlib Mirzə Fətəli 4-də əyləşib, başlayıblar ki, biz buranı alırıq, sökürük, park edirik. Əgər dövlət əhəmiyyətli alınırsa bu ərazi, mən evimi dövlətimə təmənnasız verəcəm. Mən bir mənalı bildirirəm ki, burada parkdan söhbət getməyəcək. Aldığımız belə bir məlumata görə burada özləri üçün hansı biznes mərkəzləri quracaqlar, bizneslə məşğul olacaqlar. Burada istədikləri kimi, yəni hostel, nəsə bir şeylər düzəldəcəklər, gəlir mənbəyi tapıblar. Qazı kəsirlər, suyu kəsirlər, internet xəttini kəsirlər ki, insanlar pis vəziyyətdə evlərini bunlara istədiyi qiymətə satsınlar. Bunların da verdiyi qiymət, yəni mən evimə 100 min də versələr kvadratına, mən bu evimin sökülməsinə razı deyiləm, ölçdürməmişəm də. Bu adamlara 2700-dən məcbur eləyib satmağa, bu şəkildə məcbur eləyib satmağa evlərini alırlar, 2700-dən pul verirlər, onda başını kəsir, ayağını kəsir, orasını ölçmürəm, burasını ölçmürəm, padvalı vermirəm, açıq balkon vermirəm, belə-belə insanın evinin 30%-ni özünə verirlər.